Həftəlik bürclər, oğlaq, boğa, qız bürclərinin torpaq ünsürlərini 24 avqustdan 27 avqusta doğru nələr gözləyir? Birinci oğlaqlardan başlayaq. Oğlaqlar bu həftə bacardığınız qədər pul, maddiyyat, finans tərəfdən güclənməyə çalışın. Çünki elə bir vəziyyətdir ki, sizdə maddiyyatın dəngəsi, ailəvi maddiyyatla bağlı problemlər, belə deyim də, yarımçıqlıqlar, mal-mülklə əlaqədar problemlər. Bu həftə maddiyyat, şəxsiyyəti bir qırağa qoyuruq. Pul maddiyyatla əlaqədar o qədər kritik bir zonada olacaq ki, özümüzü pul maddiyyatı doğru tam gücləndirə bilməyəcək. Yarımçıq bir vəziyyətdə qalacaq ki, gedişatımız tam boşluqda olacaq. Başa düşürsünüz? Yəni bu həftə maddiyyatla sizə sərhədlər qoyacaqlar. Pul maddiyyatla əlaqədar belə deyim, təsir və təzyiqlər edəcəklər ki, pul maddiyyat enerjinizi daha güclü bir formada gələcəyə doğru aktivləşdirəsiniz deyə. Bacara bilərsinizmi? Bəli, maddəsal cəhətdən özünüzü gücləndirə bilərsiniz. Amma bu həftə o qədər də çox da məsuliyyətli deyilsiniz. Bu həftə sanki belə deyim də, qırağın təsirlərini, qırağın danışıqlarını çox doğrulu bir vəziyyətdə qəbul edib formalaşdırmağınızı, çaba göstərdiyinizi görmədim. Ümumi dəyərləndirsək, bu həftə oğlaqlar 68%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma bu çox da böyük bir, güclü bir həftə deyil. Amma boğalara gələndə boğalar sizin bu həftə çox böyük bir gücünüz ola bilər. Bacarırsınızsa boğalar, belə deyim də, necə deyim, hər şeyi görmək o qüvvəniz olacaq. Bu yuxu vasitəsilə ola bilər, belə deyim də, başqa insanların təsirindən ola bilər, evlərin işarətləri nəticəsində ola bilər. Çünki gizli qalan hər bir şey bu həftə üzə çıxacaq. Nələri gizlədiblərsə və nələri sizdən saxlayıblarsa, nələr barəsində sizə yalan danışıblarsa, hamısı üzə çıxacaq. Bu həftə çox böyük qərar verə bilərsiniz. Ölüm həmişə transformasiya, güclü idarə etmə, özünüzü aktivləşdirmə deməkdir. Bu həftə o şansınız var ki, pul olaraq, maddiyyat olaraq öz gücünüzü, öz idarənizi, kapitanlığı ələ ala bilərsiniz. Düzdür, qərarsızlığınız, dəngesizliyiniz bu həftə daha çoxdur. Nə edəcəm? Hansı sferaya gedəcəm, necə zaman idarə edəcəm deyə kaşa bir vəziyyətində olacağınız bir nüans var. Amma buna baxmayaraq tam gücünüzü əldə edə biləcəksiniz. Ən çox da sentyabrın 13-nə qədər bu özgüvəniniz olacaq, bu qüvvəniz, enerjiniz olacaq və uğurludur, bəli. Məni narahat eləmədi. 76%-ə qədər həftənizi buğalar uğurda edə bilərsiniz. Qız bürcülərinə gələndə isə qız bürcülər zaten bu həftə sizin və ay sizindir, sizin ad gününüzdür, sizin ayınızdır deyə belə deyim də, qorxularınız nədənsə aktivdir, nədənsə başqa məlumatlar eşidəcəksiniz, ətrafınızda olan insanlar haqqında güvənsizliyiniz artacaq, insanlara qarşı şübhə və narahatçılığınız zamanla qədər çox artacaq, boşluq qoyacaqsınız. Olduğunuz mühitdən zamanla əlaqədar uzaqlaşmağa çalışacaqsınız. Övlad, ailə ilə bağlı çox gözəl şanslar gəlir sizə. Amma yuxularınız və beyin enerjiləriniz, 7-ci, 6-cı çakralarınızın sakit olmadığını, bloklandığını və nədənsə belə deyim də, rahat olmadığınız bir həftə olacaq. Elə bir hər şey çox gözəldir, amma içinizdən isə bir qorxu, bir narahatçılıq, bir əsəbiyyət yaranacaq ki, tam gücləndirə bilməyəcəyiniz bir boşluqda olacaqsınız. Qüdrətiniz çox güclüdür, məntiqinizi, ağlınızı istifadə edə bilərsiniz. Kurs olaraq, imtahan olaraq, yenilənmə olaraq özünüzü zamana doğru tam güclü bir şəkildə aktivləşdirə biləcək bir enerjide olacaqsınız. Amma bəzi şübhələriniz, bəzi qorxularınız ola bilər ki, sizin addımlamağınızı, özünüzün güvəninizi, şanslarınızı bloklaya bilər. Güneş sizin yanınızdadır, sizi qoruyacaq və sürətinizi artıra biləcəksiniz və hər şeyin vaxtından da təsəlli etmə bir həftəsində olacaqsınız. Qız